kosmetoloq sözü belə də, arxasında bir akademik bir şey yoxdur. Tibbi savad olmayan bir insan ola bilər. Ağır akne ilə ora müraciət halları bizdə çoxdur. Və el dilində çistka deyilən bir prosedur var. Ağır aknesi, akne vulgaris olan pasiyent gedir. O dediyimiz o çistka, yəni təmizləmə, tərcüməsindən təmizləmə olan prosedura yazılır və onun o iltihabi səpkiləri həmin o həkim olmayan şəxs tərəfindən basılaraq içi təmizlənilir. Bundan ibarətdir. Və nə edir? İltihabi proses tutalım derma qatındadır, orta təbəqədədir. Onu basarkən daha yumşaq hissə altdadırsa iltihabi prosesdə, çöldən qabaq içəriyə də olub partlayır. Nəticədə daha ağır iltihabi prosesi çevrilə bilər. Yəni o çistka eləməsəydi, bəlkə də heç çapıqsız və yaxud minimal izlə qurtulacağı bir halı daha ağırlaşdırıb, daha fəsadlı formaya çevirmiş olur. Özləri də müdaxilə edənlər var. Bilirəm, bununla onlar sakitləşirlər və yaxud narahatdırlar. O adamlara məsləhət görürəm, YouTube-da xüsusi videolar var ki, orada necə təmizlənir, ona baxıb sakitləşə bilərsiniz. Yəni özünüz üzərində bu eksperimentləri aparmamağı tövsiyə edirəm, çünki çoxdur bizə, yəni. Amma əksər, belə deyək də, bu izlərin müalicəsinə gələn insanların əsas problemin özlərinin müdaxiləsinin nəticələri olur.